səma və bit. Bunlar nə deməkdir? Tarixdə bəzən belə açar sözlərdən istifadə olunur ki, bəzi məqamları daha asan yadda saxlamaq üçün. Tans, Səlcuq dövlətinin hökmdarlarını sırasıyla yadda saxlamaqda çətinlik çəkənlər üçün T. Toğrul, A. Alparslan, M. Məlikşah, S isə sonuncu hökmdar Sultan Səncər. Bəs səma nədir? Səma Zərdüştlük dininə etiqad edən dövlətlərin adının açar sözüdür. S. Sasani, Ə. Əhəməni, M. Midiya, A isə Atropatena. Bəs bit nədir? 1868-ci ildə yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil olan ərazilərdir. B. Bakı, İ. İrəvan, T isə Tiflis.